Bu fon çərçivəsində Biznes Assambleyasının sessiyası işə başlayıb. Hazırda həmkarın Nicət Quliyev iclasın keçirildiyi məkandadır və birbaşa bağlantı vasitəsilə bizə ən son məlumatları çatdıracaq. Buyur Nicət, söz səndədir. Salam, sizi və hörmətli tamaşaçılarımızı VUFON üstdən salamlayırıq və hal-hazırda Biznes Assambleyası öz işinə, fəaliyyətinə start veribdir və qeyd edə bilərik ki, VUFON çərçivəsində mənzil təminatı və yaşayış sahələrinin gələcəyi ilə bağlı assambleya keçirilir. Burada əsas diqqət əlçatan, təhlükəsiz və iqlim dəyişikliklərinə davamlı mənzillərin inşasına yönəlib. Bildirilir ki, 2030-cu ilə qədər dünyada təxminən 3 milyard insana münasib yaşayış sahəsinə ehtiyacı olacaq. Müzakirələrdə təkcə ev tikintisinin artırılması deyil, tikinti planlaması, infrastruktur, enerji, su təminatı və rəqəmsal xidmətlərin mənzil layihələrinə inteqrasiya məsələləri də ön plana çıxır. Tədbirdə xüsusi Azərbaycan və Mərkəzi Asiyada mənzil sistemlərinin inkişaf elətdirilməsi kimi məsələlər diqqət mərkəzində saxlanılır. Hörmətli tamaşaçılarımız, buradan verə biləcəyimiz əsas xəbərlər bundan ibarət idi. Ətraflı məlumata görə əməkdaşımıza təşəkkür edirik.